Dostlar salam. Bugün biz Bilgəhdə Kamalın yığdığı qazanxanadayıq və yəni arkada gördüyünüz bu qazanxana haqqında bugün Kamal bizə danışacaq. Deməli bizdə 2 ədəd, 2 korpus ev var. Biri 600 kvadratdır, biri 130 kvadratdır. Görə bilərsiniz, yəqin burada 5 dənə kombi var, qazan var. Bu niyə görədir? Hər boilerə bizdə xoşlayırlar axı ustalar belə. Məsələn, hər bir dənə məsələn bir mərtəbəyə bir kombi, boilerə bir kombi. Bu nə məsələdir? Yəni bu qazanlar, yəni qazanın hərəsini bir boiler üçün qoymusan yoxsa yox? Yox, burada necədir bizdə? 140 kvadrat deməli bizdə isti döşəmə var. Bir konturlu Victrix Terra V2-dən istifadə eləmişik. Deməli qazan bir konturludur. Həm 200 litrlik boilerimizi təchiz eləyəcək, həm də gördüyünüz bu üstüpol sistemini. Yəni burada əlavə boiler üçün əlavə kombi qoyulmayıb, dünya standartında da elə bir şey qəbul olunmur. Bizdə yəni çox ustalar çalışırlar ki, güya özlərini təhlükəsiz hiss, daha doğrusu sığortalasınlar deyə götürürlər boilerə bir kombi qoyurlar. Bir də ki, isitmə sisteminə. Bu ən çox mağazalara sərf eləyir, daha çox məhsul satırlar. Yəni belə şeylər eləməyin, bu dəqiqə qurğu var. Bir dənə qurğu qoyursunuz, hələ normal, əslində bu çoxdur bura. Sadəcə model olaraq Azərbaycanda ondan aşağı yoxdur. Amma yenə də bu 35 olmağına baxmayaraq qazı yəni 35 kW-lıq kimi yazmayacaq. Bu xidmət edir söhbətkar. Bu bir qazan, bir kombimiz isə kaskad şəkildə xidmət eləyəcək 600 kvadrat olan isti döşəmə olan evimizə. Bu yəni bu həm bu boileri də qızdırır. 600 kvadrata. Bəli. 600 kvadrata 300 litr qoymusan. Bəli. 7 dənə sanuzelimiz var. Eşidirsiniz də 7 dənə sanuzelə 300 litrlik boiler qoyub bu qazan həm bunu qızdırır, həm də kaskadda bunlar ikisi. Bəli. 35 odur, 32-dir, 36 da odur. Yox, 35 odur, 32 odur. Burada nüansın bir dənədir. Biz əvvəlcədən bir usta olaraq müştəridən məlumat almalıyıq. Sanuzellər intensiv neçə ədəd işləyəcək. Müştəri əgər desə ki, 7 sanuzel intensiv işləyəcək, onun hesabatı başqadır təbii ki. Mənə deyilən 3, maksimum 4 olub. Aşırı da deyib ki, 2 sanuzel olacaq. Mən burada Esenjordan da istifadə eləmişəm. Soyuq su, boilerin giriş soyuq suyu Esenjor vasitəsilə isinib 35-40 dərəcə girəcək ki, əgər intensiv vaxtlara düşsə, pik olsa, bu boiler onu artıqlaması ilə çatdıracaq. Yəni boiler onu belə deyək də, qazan artıq boileri cəmi 30 dərəcəsini qızdıracaq. Yeri 25-30 dərəcəsi. 25-30 dərəcəsi. Yəni buz kimi su girməyəcək, Esenjorda qızdırılacaq. Bu ümumiyyətlə daim işləyəcək, yoxsa bu kritik vaxtlarda işə düşəcək? Bunu biz əslində fikirləşmişik, kritik vaxtlarda düşdün işə. Avtomatikada da onu nəzərə almışıq, yığmışıq. Amma müştəri deyib ki, lazım deyil, pastayan işləsin. Yəni yay qış bütün mövsümü. Əslində düşünərdim ki, müştəriyə bu məsələdə qulaq asmaq. İndi müştərinin təcrübəsi nə qədərdir bu məsələdə? Müştərinin təcrübəsi əlbəttə yoxdur. Bu proyekti özümüz seçmişik, özümüz layihələndirmişik. Yəni mənə məxsusdur. Mən misal üçün məsləhət görmürəm onu. Çünki intensiv olmayan yerdə niyə enerji sərfiyyatı, qaz sərfiyyatı olsun? Plusdakı bunun qazda, yay aylarında qazda bu komponer kollektorun birbaşa işləməyi sərfiyyat deməkdir. Yəni mən onunla da razılaşmıram. Amma müştəri istəyir, deyir mən istəyirəm ki, yəni kompakt və komfort olsun. Yəni isti suda çətinçiliyim olmasın. Deməli, Kamal danışdı ki, enerji effektivliyi, mən burada bir şey qeyd eləmək istəyirəm. Evi qızdırmaq məncə bir problem deyil də. Yəni pul bahasına evi qızdıra bilərsən. Bu yaxınlarda bir obyektdə olmuşam. 400 kvadrat yerdən isitməsi var. 600 manat qaz pulu verir adam. Okey də pulum var, ver. Ona imkan var da ki, təkmilləşdirib sistemi 200 manat verəsən qaz pulu. Ona görə də bu aşırı çox, kilovatını çox, lazımsız olan yerə nə bilim artıq kombilər qoymaq, ustalar özlərini sığortalayır, evi qızdırır. Evi qızdırmaq elə də problemli məsələ deyil. Mənim fikrim odur ki, əsas onu neçəyə qızdıracaqsınız. Və nə qədər aşağı büdcə ilə evi qızdıra bilirsinizsə, isti su əldə edə bilirsinizsə, o ustanın birinci növbədə göstəricisidir. Yəni onun plusudur, peşəkarlığıdır. Biz hamımız bir dənə yerə 10 dənə kombi qoya bilərik və rahat da qızacaq. Gidravlikanı bilmək lazımdır. Bəli. Bir çox şeyi bilmək lazımdır. Yeri gəlmişkən ustaların peşəkarlığını deyəndə bu yaxınlarda bir videom var. Haçansa bəlkə də onu paylaşacağam, amma hələ ki saxlayıram. Yəni biz dizaynerləri bəyənmirik, nə bilim ev sahiblərini çox vaxt qınayırıq.
Amma öz aramızda o qədər problemli adamlar var ki və bu problemli adamlar bütün bu sahəni yəni mənfiyə doğru çəkir. Və o yerə gəlib çatdırıblar ki, adam özünə santexnik deməyə utanır. Deyirlər ki, bunlar hamısı çobandır. Hamısı çobandır. Əslində onlar elə fikirləşir ki, məsəl üçün dizaynerlər, bəzi şirkət sahibləri fikirləşir ki, təkcə naşı ustanın əziyyətini onlar çəkir. Elə deyil, naşı ustanın əziyyətini biz də çəkirik, siz də çəkirsiniz. Amma bu o demək deyil ki, bu ümumilikdə belədir, peşəkar santexnik yoxdur və santexniklər qıraqdadır. Siz çıxıb deyə bilərsiniz ki, sizə döşəmə yataq otağında ziyandır. Belə deyil. Yəni necə ki onlar bilmədiklərini danışanda və görəndə pis çıxır, həmçinin siz də bilmədiyinizi danışanda və göstərəndə əmin olun ki, o da çox pis çıxır. Yəni çalışaq bilmədiyimizi danışmayaq, göstərməyək. Bu problemlər nədən əmələ gəlir? Misal üçün də mən adam görmüşəm ki, bizim uşaqlarla mübahisə eləyib ki, mən istəyirəm radiator altdan qoşulsun. Ay niyə belə deyirlər? Mən də çox şey deyə bilərəm. Mən deyə bilərəm ki, qatıq misal üçün göy qurşağın rəngindədir, amma o qatıq ağdır da. Və bu isidilən döşəməni bu dəqiqə niyə gözüm çıxdıya salıblar? Ona görə ki, onu o qədər naşı, qeyri-peşəkar adamlar o qədər çəkib ki, insanlar da bunu evində görür, sonra dostu təmir eləyir, deyir ki, bu zibil bir şeydir, bunu eləmə, yəni yaşaya bilməyəcəksən. Amma elə deyil, yəni isidilən döşəmə, yəni bu Azərbaycanda kəşf olunan bir şey deyil. Yəni bu bütün dünya istifadə eləyir və onlarda bu problem yoxdur. Biz nəsə bir kəşf elədiyini görmüşük. Yox. Biz durub kəşf eləmişik ki, isidilən döşəmə ziyandır. Nə bilim, çıxıb TikTok ümumiyyətlə bu TikTok sosial şəbəkələr çıxanı hər kəs çıxıb bir söz deyə bilir də. Sosial olmağa çalışırlar. Bəli. PR qazanmaq istəyirlər. Sadəcə əsassız danışırlar. Biz qeyd eləmişik, Vitalik də qeyd eləyib videolarında, mən də qeyd eləyirəm. Evropon normu 1264 və Almaniya Standartlaşdırma İnstitutunun rəylərinə görə zəruridir. Termal zonalara ev bölünməlidir. Yəni isti döşəmə aktuatorsuz, otaq termostatsız istifadə etmək olmaz. Amma bu yataq otağında olmaz demək deyil. Yəni düzgün bilmək lazım bunu. 4 cür tənzimləmə var. Və bu 4 cür tənzimləmədən xəbəriniz yoxdursa, bu ziyandır demək deyil. Bu sizin naşınlığınızdır. İsidilən döşəmənin belə bir trend var, çox yayılıb. Bunun çox vaxtı mən düşünürəm ki, yenə də naşılıqdan irəli gəlir, risk eləmirlər. 50 metrdən bir bölürlər. 100 kvadratlıq bir evi 50 metrdən bölsək, gör nə boyda kollektor olacaq. Yəni işi nə qədər artacaq və 50 metrdən bir, istəyir 50 metr olmasın, nə bilim, sən 200 metrlik top 63 metrdən bölünür, 2 metr qalır orada, ya 1 metr qalır da. Yəni siz 50 metrdən o zaman bölə bilərsiniz bunu ki, sizdə bir dənə açıq sahədə heç bir ara kəsməsi yoxdur, okey də 50 metrdən böl, yəni gidravlika üçün plusdur. Yəni tənzimləməyə ehtiyac yoxdur. Amma sizdə 3 kvadratlıq hamam, 20 kvadratlıq zal, 15 kvadratlıq yataq otağı varsa, siz o 50 metrdən bölüb, bunu heç cür eləyə bilməzsiniz. Bu nə edirlər deməli? Bu 50 metrdən bölür, girir hamama, koridorun yarısı biraz da şeyə girir, deyək ki, mətbəxə girir. Sabah bunu tənzimləmə mümkün deyil də. Bu istəyir ki, ancaq hamamı işlətsin. Məsəl üçün bu dəqiqə elə bir 5 gün bundan əvvəl bir hava idi ki, hamamda isidilən döşəməyə yeri var, amma evdə artıq yoxdur. Sən gəlirsən ki, hamamı xotlayıb o birisini işə salasan, daha doğrusu əksinə də xotlayırsan, nə bilim, zalın yarısı işləyir, koridor, bir də hamam. Yəni ona görə də bu isidilən döşəmə elə bir ki, hər zona üçün fərdi bir kontur çəkilməlidir. Bunu da çox adam bilmir, bacarmır və bunun işçiliyi də çətindir, gəl razılaşaq da. Ona görə də yəni 10 manata işləyən də var, bunu 25 manata da işləyən var. Yəni o texniki tərəfini başa düşür, əziyyətini başa düşür, ona görə də baha işləyir. Hərə öz iş səviyyəsinə görə pulunu istəyir. Mən bəzi yerlərdə qınamıram. Sadəcə qınadığım nədir? Yəni sadə bir şeydir. Oturub öyrənmək olar, rasxodomerli kollektoru necə balansa gətirmək olar. Bunu öyrənməklə problemdir ki, otur onu öyrən, düzgün çək. Müştərini o zonal bölünmədə qısıtlamaq, kəskinləşdirmək olmaq. Bu o deməkdir ki, əgər sən dediyimə qayıtsaq, misal üçün hamam otağının bir hissəsini və dəhlizi götürür adam. Bu məhdudlaşdırır müştərini ki, bağlama.
Elə bir şey yoxdur. Müştəri bəlkə sanuzeli bağlamaq istəyir, dəhlizi işləsin, bəlkə dəhlizi bağlayacaq, sanuzel işləsin. Ya da mətbəxdə götürəcək qapının dalında stoper vuracaq, borunu deşəcək, Bəli. bağlayanda evin yarısı işləməyəcək. Vəssalam, olmaz. Yəni məhdudlaşdırmaq olmaz. Seçim müştərinin olmalıdır və zonal bölünməlidir. Bəli. Yəni müştəri pulu xərcləsin, peşəkar santexnik onun üçün nə istəyirsə yığsın deyə. Hə, bir də ki santexniki düşünürəm ki, bu indi deyəcəm çoxunun xoşuna gəlməyəcək. Misal üçün Azərbaycanca görsən necə qəşəng yazılıb, söhbətkar. Bəli. Santexniki məncə belə yoxlamaq olar. Mən bu videomda demişəm, o paylaşmaq istəmədiyim videoda. Yəni sosial şəbəkələrdə əsas da elektriklər və santexniklər bu dəqiq elmlərə aid olan bir peşədir. Texniki biliklər tələb edən peşədir. Reklam çəkilir, altına da bir mətn yazırlar. Mətndə də nə bilim 7-8 sözlü, 7 sözlü bir 7 hərfli bir söz var. Onda da 12 dənə səhv buraxıb. Yəni santexniki yoxlamaq istəyirsinizsə, mən bir dənə deyim bir kəlmə yazsın. Görək o yaza bilir hələ. Danışıq və yazı. Hə, danışıq ola bilər indi, amma ki ən azı sən bu boyda sistemi quracaqsansa bir nəsə. Bəli. Heç olmasa kalkulyator işlətməyi bacarmalısan da yox. Heç olmasa şotka ilə. Hə, yoxsa deyim mən pulu saya bilirəm mən. Bəsdir. Pulu da bilsən niyə görə saya bilir? Çünki bacardığına uyğun pul alır. O da azdır da, tez sayılır. Hə, bu deməli şeydə türk dilində dəngi qabı, tarazlı qabı ya da ki hidravlik bölücü. Ha bu burada nə üçün? Hidravlik bölücü burada onun üçündür ki, bizdə 130 kvadrat isti döşəmə var. Yəni 35 kW-lıq qazanımız onu artıqlamasını idarə edə bilərdi. Əgər məsafə olmasaydı. Təəssüf ki, qazanxana ilə evin arasında 55-60 metrə qədər məsafə olduğu üçün məcbur nasosun məhsuldarlığını və nasos barəsində də deyim 55-60 metrdir deyə bura 32-nin 12-yə, 40-ın 50-yə nasos qoymağa ehtiyac yoxdur. Çünki burada isti depolanmamış, sizin böyük nasos buradakı bütün istini çəkir və nəticədə siz qızma yox, əksinə soyuma əldə edəcəksiniz. Çünki birinci kombi burada depolama işi görməlidir, isti su ehtiyatı görməlidir ki, nasos onun miqdarı qədər sümürsün aparsın. Götürüb bura 40-ın 10-a, 30-un 10-a pompa yerləşdirməyin valla. Sonra kombi alırsınız cüt pompalı. Yəni yersiz deyə olurlar. Valla çox yersizdir. Abi bu sahədə işləyən bir neçə dostum da var. Yəni məhz bu ilə məşğul olur. Mənə deyir ki, işləyir də qardaş. Satışı da var. Yəni 6-cı gün bir yerdə idi, ailəvi oturmuşdu. Bu məhsulların satışı ilə məşğul olan bir adamdır. Yəni tanışlığımız az olsa da yaxşı belə bizə yəni belə necə deyim sən, qarşılıqlı dostumuz. Yəni bu biznesə, işə zada heç bir adiyyəti yoxdur. Sözümüz tutur oyna. Və deyirəm ki, bunu heç bir köpəyoğlu Avropalı fikirləşmədi, bunu Çin fikirləşdi. Deyir qardaş işləyir də. Nə bilim, deyib özün Çin maşını sürürsən. Deyirəm qardaş, gəl onu bu ilə qatmayaq da. Mən Çanqan sürürəm. Çanqanın 110 yaşı var səhv eləmirəmsə. Deyirəm 57-ci ildə avtomobil istehsal eləyir. Ha bu yoxdur axı, bu necə belə olsun? Bir də ki, dəngi qabı sən deyirsən, 32-nin 10-a zadı. Mən baxıram videoların bəzilərinə də. Görürəm ki, dəngi qabıdır, özü dəngi qabı nə bilim, belə deyən 50 zaddır. 32-nin 12-yə nasos qoyublar. Mən yəni o elmi izahı yoxdur. Yəni o necə işləyir? Bəli, indi mən necə işləyir də o bilən qardaşım? Mən dinəmə çobanam da, bilmirəm. Çinin 2 pompalı və dəngə qablı nasos istehsal eləməyi məsələsinə qalanda, Çinin dünənə kimi elə bir kombi növü istehsal eləmək kapasitəsi və niyyəti də olmayıb. Çin bu dəqiqə dartılan eksenter belə deyə də istehsal edir, düzdürmü? Və başı əsnəyi eksenterlər. Niyə? Yəni heç sual verirsiniz ki, onlar niyə istehsal olunur? Xam santexniklərə görə. Əyri eləyirlər onu düzəltmək üçün. Naşı santexniklərə görə, xam santexniklərə görə onlar icad olunur. Və bugünkü gündə o dəngə qabılı 2 pompalı nasos seviniləsi halda öyle əslində. Pis olası halda. Çünki bu o deməkdir ki, sən xam ustasan və ala bundan zirzibili vört. Yəni bunun başqa bir adı yoxdur. Yəni Çin öz hesabına elə bir texnologiyanı icad eləmir. BY-dən icad edən, Çanqanı icad edən və digər belə deyək də yüksək performanslı maşınlar və texnikalar icad edən bir ölkə
oturub dəngə qabın nasos hesabatı eləyib eləməz onu. Həmin dostum Çində zavodda olub. Bəli. Səhv dedi də 6 dənəyə yaxın deməli kombi zavodlarında olub. O Akaz sən demə orada şeydir, Akazviçka. Kondens tipli kombi istehsal edir. Hər şey var. Mən baxdım. Hətta müəyyən məşhur markalar vardı. Orada istehsal olunurdu, amma sadə modelləri. Yəni kondens tiplikdə ancaq Avropada 2015-dən istehsala icazə verilir. Yəni köhnə model o hermetiklər artıq yəni ikinci ölkələrə məsəl üçün əvvəl Türkiyədə idi. İndi Türkiyədə qanun qəbul edəcək, keçəcək Afrikaya istehsalına. Yəni bu istehsalatı niyə satsın yandırsın? Azərbaycan alır da bu sadə kombiləri. O orada dedi ki, məsəl üçün mənim 1-2 dənə zavod vardı. Özüm qeyd elədiyim kimi o satırdı o həmin içində hidravlik bölgə dəngə qabı 2 nasoslu kombilərdən. Deyir mən getdim dedim, məsəl üçün müəyyən zavodlar dedilər ki, yox biz belə şey buraxa bilmərik. Yəni ilk ölkə olaraq ümumiyyətcə oksigen baryer məsələsi istehsal olunub Uponor şirkəti tərəfindən. Yəni o qat sırf məhz Uponor şirkətinə məxsusdur. Ondan sonra patentləşdiriblər onu, satıblar Giacominiyə, digər brendlərə, Temiyaza da gəlib. Bu boyda ağıl işlədib, yəni oksigen baryer qatı düzəldə bilən ölkə, yəni santexnikanın kral ölkələrindən İtaliyada, Almaniyada, Fransada, yəni Amerika o dərəcədə, yəni mənə görə santexnika bazarında məşhur deyil. Amma yəni santexnikanın brend ölkələri var da. Almaniya. Məsələn, Almaniya deyəndə deyirik. Ya bir yerə gelirsiniz, deyirsiniz İtalyanska nəsə istəyirəm. Bu İtaliyada yoxdur axı belə bir şey. Yəni o dərəcədə cılızdır onların mühəndisləri və istehsalçıları. Nəsə ora çox getməyib. Bir də ki bu misal üçün də bir neçə dəfə də mənə belə bir sual verilib ki, qardaş mənim 100 kvadrat evim var, isidilən döşəmə varımdı. Sırazu adam dəngabı nasos almaq istəyir. Sırazu, hələ sistemi qurmayıb. Birincisi deyirəm ki, qardaşın ustan özünə özgüvənli deyilsə, heç olmasa bu sistemi çək xodda işləməsə qoyarsan da, bunu qabaqca nöş qoyursan. Misal üçün bu 35 kilovatlıq qazandı. Yəni 15-dən ara məsafəsi çəkilən bir 150 kvadratlıq evi rahat işlədər. Bir kontrollu rahat işlədər. İndi ola bilər ki, kombi olarsa orada keçidlər daha dardır, orada ehtiyac olsun. Amma ki, yəni bir kombiniz varsa, o kombi 100 kvadrat bir evi isidilən döşəməni, çünki orada müqavimət daha çoxdur. Rahat işlədəcək də ona. Yəni belə şeylər alıb qoymaq lazım deyil. Bu bir kontrollu qazan, yəni adi kombinə nə ilə fərqlənir? Bir kontrollu qazan adi kombinə onunla fərqlənir ki, deməli 2 gediş, 2 dönüş xəttinə malikdir və deməli biz burada yoğuşmalı olduğu üçün mütləq deməli Termona zavodundan konfransımız olmuşdu. Hətta o istehsalçılar da deyir ki, yəni tələb olunur yoğuşmalı kombilərdə birbaşa olaraq maqnit filtr olmalıdır. Bu vacibdir. Bir kontrollu qazanın adi kombinə fərqi odur ki, 2 gediş, 2 dönüş xətti var. Boilerin burada xüsusi serpantinə gedən xəttimiz var və NTC sensorumuz var belə. NTC sensorumuz daxil olur boilerə. Qazan işə düşdüyü zaman birinci prioritet olur boileri qızdırmaq. Öz dərəcəsini maksimuma qaldırır. Boileri müəyyən müddət ərzində qızdırır və yenidən köklənir avtomatik olaraq. Siz heç bir şeyə müdaxilə eləmirsiniz. Köklənir sistemə. Sistem orada ola bilər. Radiator və yaxud da isti döşəmə fərq etməz. Və NTC sensorunda yenidən hiss olunsa ki, isti suyun dərəcəsi aşağı düşüb, 5 dərəcə, 10 dərəcə. Yenidən komanda gəlir qazana. Qazan yenidən qoşulur, prioritet boileri qızdırır maksimumda və bu proses belə də davam edir. İndi biz niyə Vitaliklə deyirik ki, addelini kombi qoymayın? Misal üçün bunu sistem üçün, bunu boiler üçün. Kombi və yaxud da ki, qazan götürür serpantindən kombi. Serpantini fırladır, isidir. Və kombi üçün prioritet deyil, sizin su dərəcəniz neçəyə çatdı. Yəni boilerin içi. Bəli, serpantinə baxır. Serpantindən gediş nə qədər oldu, dönüş nə qədər oldu, təyin etdiyiniz dərəcə qədər qızdırır. Və serpantin soyuyanda işə düşür. Su soyuyanda yox, o serpantinə baxır. Bəli. Və arada da müəyyən, belə deyək də, məbləğdə yaranır, dərəcə fərqi yaranır. Və o da sizi qane eləməyəcək duş qəbul eləyərkən ard-arda. Amma bir kontrollu qazanda NTC sensoru birbaşa boilerin isti su gövdəsinə daxil olduğu üçün sırf suyun soyuma dərəcəsinə görə qazan işə düşür.
Plus burada bir dənə də şey var ki, biz bu ənənəvi üsulla belə eləsə, bu ənənəvi usul deyil. Bu əslində mən də əvvəl belə eləyirdim. Hamımız belə eləyirdi, düşünürəm ki, 2 kombi qoyurduq. İndi texnologiya var. Bu ənənəvi üsulda siz evin isitmə sistemi, deyək ki, 200 kvadratsa 20 kilovat ora, bir də boilerin gücünü də üst-üstə gəlməlidir. Bu 300 litrlik boilerdə hardasa bir 18 kilovat zad var. Hə, bu 38 kilovat, deməli bir 45'lik bir ələngə qoymalısınız sonra da, düzdür? Amma burada siz sadəcə istilik sistemini nəzərə alırsınız. İstilik sistemi onsuz da boilerdən çox olacaq, çox vaxtlarda. Və yəni beləliklə də siz kilovatda aşağı salırsınız. 2 dənə fərqli qurğu qoymusunuz. Plus sən onu demədin ki, bunun isitmə sistemi rejimində işləyəndə bu pillə qızdırır. Bu sразу max vurur da, yəni sразу çıxır maksimal gücünə. Plus bir dənə də məsələ var ki, məsəl üçün siz əgər bir qazan, böyük kəmiyyətli qazan qoysaz və boilerdə ona qoşsaz, məcbursunuz 3 yollu vanadan istifadə eləyəsiniz. Halqalar sistemi düzəltməlisiniz ya 3 yolludan istifadə eləməlisiniz ki, ən böyük kontur, yəni santexnikada boiler sayılır. Boilerdən sonra radiator, sonra isti döşəmə. Bu aqreqatların həm təmiri var, həm servisi var, həm sizin lazım olan kəmiyyətdə isti suyunuzu qarşılamayacaq. Amma bir konturlu qazan onların hamısını əvəz edir. Yəni orada 3 yollun biri 400 manatdır da bazarda. Hə də 350 manata da alarsan da. Afris olmasa bizimkilərdən. Afris olmasa da yenə də yəni 350 manat olacaq. 2 dənəsini qoydun 600 manat. Bir dənə Çin kombisinin qiymətidir, düzdür? Bəli. Yəni burada bir çox məsələlər, burada ən birinci mənim xoşuma gələn məsələ, mən öz əziyyətimi azaldıram. Bəli. Bunun bugünkü gündə bazarda qiyməti nə qədərdir? 2600 manatda təxminən də 2600. Nəsə indi belə 5 aşağı 5 yuxarıda 2 dənə 30'luq kombi alsan Çin 1000 manata alacaqsan birini. 30'luq bəli. 2000 alacaqsan. Bir qışa bunun yerdə qalan 600 manatını itirəcək o. Həm qaz israfıdır, həm komfort o deyil. Sadəcə bizdə nədir? Həm onu quraşdırmada çox vaxt yer də olmur 2 dənə kombinin. Əlavə avadanlıqlarda gedir fittinglər. Bizdə nədir məsələ? Bəzi şeyləri məsəl üçün müştərilərimiz maariflənmir deyə, izləmirlər, maariflənmirlər deyə, misal üçün elə bilir ki, belə olmalıdır. Bir kombi qoyulmalıdır boiler üçün, bir kombi qoyulmalıdır sistem üçün və isti suda müəyyən müddətdə gəlməlidir. Halbuki bilsə ki, bir konturlu qazan var, boilerlə işləyir, o məni sərfiyyatda qabağa salır, o məni detalda qabağa salır, mənim komfortumu yaxşılaşdırır, ustadan elə də tələb eləyər. İndi bax öyrədəcəksən bunu, qalacaq işsiz, sənə bu lazımdır. Kamal, biraz da bu haqda bir məlumat. Bu bizdə komplanar kollektordur. Komplanar kollektorda da deməli 3 dənə qarışdırıcımız var. Nasoslarımızın, dövriyyə nasoslarının hamısı inverterdir. Vilo, Yonos, Maxo. Inverter nasos niyə qoymalıyıq ümumiyyətlə? Yəni təbii ki, klassik nasosdan bahadır, amma niyə görə qoymalıyıq? Inverter nasosun bir çox özəllikləri var. Bunun haqqında videomuz da var, sənin də mənim də. Sabit və dəyişkən təzyiqdə ən güclü, effektiv rolu oynayan nasoslar inverter nasoslardır. Çünki müəyyən məhsuldarlığı da, sürəti də özü bilavasitə tənzimləyir. Biz şırıltı səsi eşitmirik əsas radiator sistemində. Şırıltı səsi eşitmirik, artıq enerji sərf eləmirik. Aktuatorlar bağlananda o artıq sürətini geri çəkir, maksimumda işləmir. Bizə həm belə deyək, enerjidə, həm qazda qənaət eləyir, əvəzsizdir. Yəni bunların sadəcə qorxurlar detallarının olmamağından və yaxud da ki, xarab olmağından detalları da var və əgər siz evdə qoruyucu, yəni misal üçün stabilizatordan istifadə edirsinizsə cərəyanda bunun heç bir qorxusu da yoxdur. Yəni effektivdir, əladır. Yəni mən sizə təxmini deyim. Bax burada 4 dənə nasos var. Bu 25 37-dir də, düzdür? Yox, bir dəqiqə gözlə. 25-dir. 25-7-dir bu. Bəli. Okay, 25-7-dir. Klassik nasos qoysa bu aylıq qaz pulusu, işıq pulusu təxminən 20 manat olacaq. Bəli. Rahat. Bəli. Burada olacaq 5 manat. Bəli. Bu qədər fərq var. Düşünsəniz ki, bu çox şey deyil. Bunu bir dənə vurun 3-ə. Yəni ən azı 6 ay işləyir də isitmə sistemi bizdə. Burada şəxsən işlədi 6 ay. 6 ay burada işləyirsə 6 ayda vurun 3 ilə, vurun orada 15 manata gör hara gəlir çıxır. Bəli. Bu ən azından cashback kimi öz pulunu qaytaracaq müştəriyə. Öz pulunu qaytaracaq və bu nasos ən aşağısı bir 8 il işləyəcək. Yəni düzgün qulluq eləsən 15 ildə işləyər. Yəni heç bir problem olmaz. Müasir sistemlərdə ümumiyyətlə bundan istifadə eləmək labüddür, lazımdır. Əgər imkan varsa aktuatorlar bağlanır, boruların aşılanmasında da üstünlüyü var. Bəli. Çünki surət
klapanlar bağlandıqca sürət çoxalır. Bəli. Səsdən əlavə aşılanma da gedir. Danfoss deməli orada təzyiq reləsi var. Mən videoda düşür burada. Düşür yuxarıda, bəli. O nə məsələdir? Təzyiq reləsi biz ona görə quraşdırmışıq ki, sistemdə təzyiq azalsa, müştərinin xəbəri olsun. Avtomatik podpitka, yəni avtomatik doldurmadan nəyə görə istifadə eləmirik? Avtomatik doldurma istifadə eləyirsinizsə, sizin sızma datçikləriniz də olmalıdır. Sızma sensorları olmadan avtomatik doldurmanı yerləşdirmək olmaz. Çünki bir yerdə sızıntı varsa, avtomatik doldurma su anbarını götürüb vuracaq. Bəli, vuracaq ora və evi su basacaq. Əgər su sızma datçikləriniz yoxdursa, onu istifadə eləmək olmaz. Bizdə də yox idi deyə, ən azından buradan deməli müştəriyə məlumat gedəcək telefonuna və o misal üçün bildiriş alarm şəklində gedəcək ki, sizdə sistemdə su təzyiqi düşüb və onu əlavə edəcəklər yenidən yerinə. Super. Həm də ki, su düşsə nasoslar yana bilər. Yəni nasoslar quru işləməsin. Bəli, quru işləməsin. Mən əvvəllər qoyurdum deməli bu avtomatik doldurucu. Bəli. Düzdür, məndə heç bir problem olmayıb, amma sonra belə bir problemi var. Daim işlədəndə, yəni sızma olarsa da, cüzi damma olarsa, müştəri onu görmür. Hər dəfə təzə oksigenli su, kalsiumla olan su gəlir sistemə, ərplənmə çoxalır sistemdə. Plus o açıq qalır, bir də görsən təzyiqi başlayır artıq vurmağa. Bir ara uzaqlaşsın bundan, amma indi təzədən başlayıram qoymağa. Niyə? Onun bir dənə qəşəng plusu var. Prosta onu biz indi bir-iki yerdə təzə qazanxanamızda tətbiq edirik. Müştəri üçün ayrıca var ventil, aç bağla. Bir də avtomatik doldurucu. Nə üçün? Bax gələcəksən sistem vurmağa, bir nəfər burada dayanmalıdır, bir nəfər də qaçmalıdır orada. Mən burada təzyiqi tənzimləyim, açıram, gələm rahat havanı çıxardıram. Sonra bunu bağlayıram, ev yəsinə deyirəm ki, bax bu kranda sənki, ora dəyməsən. Oradan tərəfə dəymə. Bu kollektorda bayaq soruşdum, komplanar kollektor. Komplanar kollektor da bunun brend zad deyil bu. Yəni brendin adıdır, komplanar düzülüşün adıdır. Nəyə görə? Gediş və dönüş xəttləri stabil olaraq eyni yerə gəlir. Bir-birinin içindən keçir. Komplanar kollektor montaj şeyini, yəni həcmini balacalaşdırır da, başqa şeylər kimi. Məsələn, başqalarında üst-üstə keçirsə çox pis görsənir. Bu sifariş əsasında hazırlanır. Yəni belə hazır satılmır. Amma bəzi mağazalar satır. Bizdə yox, Gidrus, Rusiyada. Yox, Gidrus yox, bizdə satırlar artıq. Mən görməmişəm onu, amma Rusiyada satırlar, var. 2 çıxışlı, 3 çıxışlı, 4 çıxışlı var. Yəni zavod? Zavod yox, elə bu şəkildə yığılmır. Ged al qoy. Rusiyada var, Gidrus zavodu var. Məsələn, bəziləri hazır qarışdırıcı ilə, məsələn, məndə Gidrusun hidravlik bölgüsü var, bir qarış. Bəli, görmüşəm. 20 kilovat. Belə. Yəni bizə kimə ustaya göstərsə deyər ki, bu kinderdən çıxır. Bir dənə şey nəzərinə çatdırmaq istəyirəm elə izləyicilərimizin də. Arada fikirləşirsinizsə niyə bizdə yoxdur? Niyə bizdə yoxdurun səbəbləri belə şeylərdir. Yəni bizdə nə qədər ki maariflənən ustalar, yeni dünya standartı ilə işləyən ustalar çoxalacaqsa, o cür avadanlıqların Azərbaycana gəlişi də sürətlənəcək və santexnikamızı çiçəkləyəcək. Nə qədər ki dəngə qabına 6 dənə nasos, 40-ın ona pompa və digər belə montaj səhvləri, naşılıqlar olursa, onu tətbiq eləmək istəyən, gətirib satmaq istəyən, misal üçün mağazalarda fikirləşir ki, bizdə elə o vəziyyət deyil. Mən bunu kimə satacağam? Birinci sual odur. Çünki bu adam onu maraqlandırmır. Təbii ki, o biznesdir. O aldığı malı üstünə pul qoyub satmalıdır. Və bəli, bu fikirləşir ki, misal üçün Afrisonu gətirirəm, smartdır. Mən bunu kimə satacağam? Burada bilsən nə problemlər var, qardaşımsan? Burada belə bir problem var ki, 2 dənə problem var. Biri deyəndə deyir, qardaş, məsələn, yenilik mən çox paylaşıram səhifələrimdə. Mənə belə eləyir. Buna bax, deyir, bizə ağıl gəlir. Mən 30 ildir belə işləyirəm. Nə oldu? 30 il bundan qabaq, qardaş, maşının şüşəsini vislo ilə açırdım belə. İndi qardaş, səslə deyirsən özü açır. Yəni çox şey dəyişib. Santexnikada 30 il yox, 100 il bundan qabaq odun peçi idi. Mağarada oturub odun qırağında qızışırdılar. İndi mağaraya qayıtmalı deyilik ki. Yox, əlbəttə ki. Plus da ki, bir şeyi paylaşırsan deyirlər ki, bu artıq şeydir. Bu artıq şey deyil. Yəni bax artıq şey demişəm, gəl bir dənə bax bunun haqqında danışaq. Bax burada da var. Böyle kameranı çevirim, yaxınlaşdırım. Bax bir dənə bunun haqqında danış da zəhmət olmasa. Bax bu genləşmə çəninin bağlantısıdır. Afrisonun bəli, genləşmə çəninin bağlantısıdır. Biz bunu köhnə variantdan yığsaq nə etməliyik? Tranik istifadə etməliyik, təbii ki, bir düymə. Orta boşaltma hissəsini eləyək çetvert, 20, problem yoxdur.
Bir dənə dirsə istifadə eləməliyik, 2 dənə baçonka istifadə eləməliyik, Amerikankalı ventil istifadə eləməliyik 20-lik və bir düymə yenə ventil istifadə eləməliyik. Nəticədə bu yenə standartları ödəyir, amma görünüş o deyil, plus da ki artıq xərcdir. Amma bu o bütün prosesi özündə cəmləyir. Buradan su daxil olur, bunun ortasında altı bucaqlı açar üçün yer var. Suyu açırsınız, daxil oldu bura. Problem var, altı bucaqlı açarla bağladınız. Burada sliv kranı var. Açdınız, boşaltdınız. Ən birinci üstünlüyü, ən birinci mənə görə üstünlük təhlükəsizlikdir. Bəli. Yəni ustalara deyəndə ki, genləşmə çəni xəttində ventil qoymaq olmaz. Niyə görə? Onu kimsə gəlib bağlaya bilər və o bağlandısa artıq sistem təhlükəsiz deyil də. Yəni sistem indi istilik sistemi onu bağışlaya bilər, amma boiler bağışlamayacaq. Yəni boiler partlayacaq. Təzyiqi 8 bardır. Orada artıq təhlükəsizlik klapını qoyulur. 8 bardır nə deməkdir? Təsəvvür edin, boilerin səthi nə qədərdir? Bir dənə belə boilerin üst səthi 65-70 santidir. Hə də, yəni bir 4 kvadrat olar da, 3 kvadrat olsun. 3 kvadratın hər kvadratına, hər 1 santimetrinə 8 kilo çəki düşür də. O partlasa qazanxana yoxa çıxacaq içindəkilərlə bir yerdə də. Və burada ən əsas üstünlük ondan ibarətdir ki, burada görürsüz belə bir məftil var. Bu plomb məftilidir. Bəli. Bunu siz bağlamaq üçün xüsusi açarınız olmalıdır və burada oturub oynamalısınız ki, bağlayasınız bunu. Amma belə ventil olanda bunu kimsə gəlib bilmədən ya bağlayıb xidmət göstərəndən sonra yadından çıxıb açmaya bilər və isitmə sistemində zədələr əmələ gələ bilər və ya boiler partlaya bilər. Amma burada misal üçün bu əməliyyatı eləmək üçün əməlli başlı əziyyət çəkmək lazımdır. Ən azı açarınız olmalıdır. Ona görə də yəni deyəndə ki, belə şeylər vacibdir. Deyirlər bu nədir? Bu yox idi. Necə olurdu? Bu yox idi. Sistem o qədər çətin değildi. Adam bir dənə İran peçi qoyurdu hardasa, yaşayırdı. İndi qardaş komfortun səviyyəsi artıb. İndi deyirlər ki, şeydə siz insanlara çox xərcə salırsınız. Qardaş adamın pulu var. Adam komfortlu, keyfiyyətli həyat yaşamaq istəyir. İndi mənim imkanım yoxdur, qardaş. Mən ən büdcəlisini eləyirəm ki, nələrsə qane oluram. Hə də nəyəsə qane oluram, amma yəni insan bu pulu nə üçün qazanır ki, həyat keyfiyyətini, təhlükəsizliyini, komfortunu təmin eləsin də, düzdür? Yəni bunu alıb döşəyin altına yığacaqsansa da bu yaşamaq da lazımdır və ona görə də belə deyək də, ona görə də Lada var və S500 Mercedes var da və siz gedirsiniz büdcəvizə uyğun, həyat tərzə uyğun bir şey seçirsiniz. Yəni istilik sistemində artıq bir şey yoxdur. Qızıldan kran yoxdur ki, qardaş. Üstü Swarovskili kran yoxdur ki, yoxdur. Markadan asılı olaraq istəyirsən 20 il işləyən şey qoyursan, istəyirsən yarım saat işləyən şey qoyursan, istəyirsən nə bilim 2 dənə qablı nasos qoyursan, nə bilim olsun. Bir dənə şey mən əlavə eləmək istəyirdim elə Vitalikin sözünə, komfort məsələsinə. Bizdə ümumiyyətlə işlərdə konsultasiya olur, maarifləndirir müştərini və bu necə gedir? Tələb və təklif. Müştəri tələbini qoyur ortalığa. Komfort istəyir. Deyir, mən istəyirəm ki, kranımı açan kimi qaynar su gəlsin. Mən istəyirəm bu olsun. Mən istəyirəm bu olsun. Bu onun tələbləridir. Tələblərin nəticəsində də biz təklif irəli sürürük ki, sən bunu istəyirsənsə, səndə bir konturlu qazan olmalıdır, boiler olmalıdır, effektivliyi budur, belədir, maarifləndirir və heç kimə biz nəyisə məcburi aldırmırıq. Yəni, bu yanlış fikirdir. Tələb qoyulur, tələb verilir. İndiki dövrdə kiməsə məcbur nəsə eləyə bilər. Yəni o adam pulunu xərcləyir, oturub fikirləşir də mən pulu nöş verməliyəm. Bəli. Hətta bunun yəni kiməsə təklif edirsən hansısa bir detalı, maşallah müştərilərimiz var ki, istehsalçı ölkəsinə kimi deyir ki, falan yerdə misal üçün zavod var, misal Çində də istehsal olunur, belə olur, elə olur. Tələb və təklif üzərinə bu işlər qurulur. Heç bir şey öz belə deyək də öz çıxarımızdan olmur. Yeri gəlmişə niyə ağ rəngdə? Bu sırf belə deyək də pişivoy, yəni qida üçündür və qida təyinatlıdır. Onun üçün burada istifadə eləmişik ancaq ağlardan. Bu resirkulyasiyadır bizdə. Bu bizdə yox. Bunu sağ olsun bizə veriblər, düşmə olub deyə bunu şeyə də qoymuşuq. Qapalı sistemə də qoymuşuq. Padarkadır bu. Bəli, padarkadır. Bunu qapalı sistemə qoymuşuq. Sənə gəlsin hədiyyə padarka. Hədiyyə padarka. Digərləri soyuq su təyinatında olanlar da var. Bir də soyuq isti su demişkən. Bunu da sizə göstərək. Bu bizdə paylayıcı qovşaqdır.
Deməli, Bu resirkulyasiyadır. bəli, bu resirkulyasiyada bronza gövdəli, təbii ki, təyinata uyğun. Hə, bax bronza gövdəli. Yəni heç bir halda resirkulyasiya çubuğun gövdəli nasos qoymaq olmaz. 2 dənə səbəbi var. Bu sistem oksigenlə zəngin olur. Çünki su anbarından götürür və buradan daim dövr edir. Yəni burada oksigen bariyerli boru işlətməsəniz də olar, amma oksigen olduğuna görə çubuğun tez koroziya olur, çirkləndirir suyu, həm də ki orada bakteriya bilirsən necə 2 vur 2 qalma ehtimalı yapışır. Amma qalır. bronza antibakteriyaldır qismən. Ona görə də bronza gövdəli olmalıdır resirkulyasiya ya da paslanmaz poladdan olmalıdır. Bəli, paslanmaz poladdan. Bizdə deməli bunlar inşallah markirovka olunacaq. 1-ci, 2-ci və 3-cü mərtəbənin əsas evin resirkulyasiya xətti gəlir birbaşa daxil olur bura. Soruşarsınız niyə? Çünki resirkulyasiya xəttinin birləşdiyi gövdələr sabah təmir və servis zamanı bağlanmasa, ora xidmət göstərmək olmur. İsti kranından resirkulyasiyanın suyu tökülür yerə. Onun üçün də bunların hamısı ayrılıb, ayrıca 1, 2, 3. Bu bütün şeylər, bu xərclər elə belə deyil. Bunların hamısı müştərinə təklif olunur, müştərinin seçimi ilə. Yəni sanuzelin birində problem varsa, niyə bütün ev kəsilməlidir? Yəni elə şey. O da kollektor sistemin üstünlüyüdür. Bəli. Bu belədir, vertikal şəkildə yerləşdirmişik dövriyyə nasosumuzu. Bu resirkulyasiya xidmət eləyir. Hətta orada deməli zaman taymeri də qoyulub. Gecələr işləməsin. Bəli, məsləhət olunub ki, məsəl üçün günün hansı vaxtları insan yatır, hansı vaxtları oyanır. Məsəl üçün müştəri belə deyək 12-1 aralığında yatır, 1-dən sonra nasos sönəcək və müştəri iş adamı olduğu üçün 6 radələrində yuxudan qalxır. Artıq 5:30-da, 5 radələrində resirkulyasiya işə düşəcək. Burada da yerləşdirilmiş termomanometr, temperaturu da görürük, dərəcəni də görürük. Bu da bizdə soyuq su təchizat kollektorudur. Bütün qovşaqları idarə edirik. Burada məsəl üçün əsas ev buradan paylanır. Söhbətgah da buradan paylanır. Digər boilerlərə də tək-tək paylanır. Bunu yəqin ki, sonda markirovka eləyəcəyik. Markirovka eləyəcəyik, bəli. Nəyə görə? 100% özünün də yadından çıxıb. Nəyə görə markirovka olunur və bölürük? Burada istənilən bir qovşağa müdaxilə edib təmir göstərən zaman digər qovşaqları ondan asılı qoymamışıq. Yəni bu qovşaq lazımdırsa buranı bağlayırıq, təmir göstəririk, servis göstəririk. Bütün hər yeri bağlamayaq deyə qovşaqlara bölmüşük. Soyuq su, resirkulyasiya və isti su. Okay. 2000 years later. Bir sual da mən verim, yeri gəlmişkən. Üç yollu qarışdırıcılar, Afriso firmasına məxsusdur bizdəkilər. Bunun özəlliyi odur ki, şupu acele nəsə qoymağa ehtiyac yoxdur. İstənilən bir yerə biz bəndləyə bilərik, içində onun qurğuları da var. Bir sual, əgər bizim evimiz bütünlükdə isti döşəmədirsə və digər bir konturumuz yoxdursa, radiator yoxdursa, bunu qoymaq lazımdır yoxsa yox? Heç bir halda lazım deyil. Bugün mənə belə bir sual gəlmişdi. Müştəriyə usta deyib ki, usta da mənə kommentdə yazıb ki, yəni ev tam isidilən döşəmədir, amma ora qarışdırıcı qurğu qoymaq istəyir. Yəni bunu nöş qoyasan axı. Məsələn, yəni isidilən döşəmə işlədirsənsə mütləq kondens tipli bir şey qoymalısan. Bəli. Çünki minimum 20, maksimum da 80 dərəcəyə qədər qaldıra bilərsən. Yəni minimum 20-dir. Adi kombilərdə 30 ya 35 dərəcə eləyə bilirsən. Misal üçün 15 gün bundan qabağa qədər 30 dərəcə evdə bəs eləyəcəkdi ki, yəni hətta 25 də bəs eləyəcək. Bizim obyektimiz var ki, 26 dərəcədə işlədilər. Yəni evə bəs eləyir. İzolyasiya olmağından sarı. Yəni sən bu temperaturu kombidə qoya bilirsənsə, bunu nöş qoyasan bura. Yəni bu da heç ucuz şey deyil. 650 manat qiyməti var təxminən. Yəni bunun qoymağa heç bir mənası yoxdur. Bu ancaq o zaman qoyursan ki, sənin yüksək temperaturlu konturun var. Bəli. Və ya sənin belə deyək, 2 mərtəbən var. Aşağı mərtəbədə təbii ki, istilik itkisi daha az olacaq, nəinki yuxarı mərtəbəni. Temperaturu fərqləndirmək üçün bunu qoya bilərsən. Yenə də orada da artıq məsələdir. Termostatla onu tənzim edə bilərsən, amma yəni variant kimi istifadə eləmək olar. Yəni bütünlükdə mağazində olsa, yəni açıq məndəki kimi aşağıda söhbətgahdakı kimi, bütünlükdə bir zonasız ev kimi də olsa, mağazin kimi də olsa, buna ehtiyac yoxdur. Əgər bəli, təbii ki, radiator və başqa kontur yoxdursa, buna ehtiyac yoxdur. Düzdürmü? Təbii ki. Təbii ki. Bu özü də ki, çox gözəl şeydir. Yəni bilməyənlər üçün deyim. Yəni termostatla qoyursunuz. Məsələn, məndə 1-2 dənə obyektdə var, belə model olmayanda qoymuşdum. Termostat adi də bu boilerə qoyulan imitsat, onun xətası çoxdur da. 5, 6, 10 dərəcəyə qədər xətası ola bilər. Yəni
çox praktik məsələ deyil də. Amma bu konkretlə ölçür, qarışdırır. Yəni çox ideal işləməyi var. İndi bu bazarda yeri gəlmişəm bir çox modelləri artıb. Yəni mən bunu işlədəndən sonra Afrison. Termostat nədir? Birincisi çox rahatdır usta üçün. Biraz müştəri üçün bahadır, amma buradan açdım, qardaş, altda tənzimləməsi zadı. O üçün yüksək səviyyəli bir şeydir. Bu ProClick'in də ilk təqdimatı Vitalikə məxsus. Yəni YouTube-da. Bunun smart olmağı ən böyük özəlliyidir. Soruşur, məni hansı xəttin üzərinə qoyursan, isti döşədilmədimi, radiatordurmu, nə üçün istifadə edəcəksən? Boilerdə istifadə edə bilərsən. Bəli, hansı aralıq istəyirsən, mən hansı aralıqda hərəkət edeyim, minimum hansı temperatura düşüm, maksimum harda qarışdırım. Bunu boilerə bir dənə tətbiq eləmək lazımdır. Deməli, bu hamamda o problem var da, gəl, at, düzəlt, oradan istədiyin temperaturda su gəlsin. Bunu qoyursunuz boilerin isti xəttinə, soyuq su xətti qoşulur buna. Qoyursan 40 dərəcə. Bütün evdə kranlardan gigiyenik duş olsun. Gigiyenik duş ən vacibdir. Yəni hər yerdə açıb 40 dərəcəli sudan istifadə edə bilərsən bunun sayəsində. Bəs bir dənə sual verim. Biz əslində tələb edirik çox yerdə ki, boilerin isti su temperaturunu 55 dərəcədən aşağı düşürtməyin. Bəli. Düzdürmü? Və o nəyə görədir? Nəyə görə onu tələb edirik biz? O ən vacib məsələlərdən biridir. Bunu bir çox adam, yəni belə görməzdən gəlir, necə deyirlər. 55 dərəcədən aşağı yaxşı olar ki, heç 60-dan aşağı eləməsin. Amma heç olmasa 55-dən aşağı bakteriyaya görə. Çünki boilerin içində aşağı temperaturlarda Legionella bakteriyası əmələ gələ bilər. Yəni hər birinizin bu videoyu izləyənlərin əgər boileriniz varsa və görsəniz ki, boilerin isti sudan pis qoxu gəlirsə, dərhal onu boşaldın və qızdırın. Çünki sizdə artıq bakteriya var. Bakteriyadan, Legionelladan pnevmoniya əmələ gələ bilər və yəni qısa bir zamanda Tanrı ilə qarşılaşmaq mümkündür. Sual çıxa bilər ki, biz bayaqdan bir kontrol haqqında danışırıq. Yəni biz sual verə bilərlər ki, əgər biz bir kontrollu qazan qoyuruqsa və temperatur, isti suyun temperaturunu tənzimləyə biliriksə, nəyə görə 3 yolludan istifadə eləyək? Bayaq dediyimiz kimi suyu qarışdıraq. Bu ona görədir ki, bayaq indi dediyimiz məsələ, boilerin isti su temperaturu 55-60 dərəcədən aşağı olmamalıdır. Və o 55-60 dərəcə temperaturu da nizamlamaq bəzi vaxtlar çətin olur. Onun üçün yəni bunu tətbiq eləmək istəyirik biz inşallah. İnşallah. Bir dənə Kamal bunu da göstərir. Bunu göstərməsək olmaz da bu. Svetofordur. Bu təzyiq qəza, gərginlik xətti. Bəli, təzyiq xəta, təzyiq deməli datçikin göstərdiyi bəli. Downforce-un birbaşa məlumat ötürəcək deməli şitdən də məlumat. Burada həm səs var, həm də ki işıq var. Həm səs var, həm işıq var. Bu da gərginlikdə problem olanda o olmayacaq. Çünki burada stabilizator da qoyulub sırf avadanlıqları qorumaqdan ötürü. Amma birdən olsa, o da bütün sistemi blokirovkaya salacaq, söndürəcək və belə deyək də aşağı gərginliyi ötürməyəcək avadanlıqlara. Okay. Bu da şeydir, fazalardır, RST. Bəli. Bu isə bütün nasosların idarə olunmasıdır. Bu esenjor deməli bayaq qeyd eləmişdik. Kitab esenjor biz qoymuşuq boiler üçün. Bu birinci mənfi 1-dir. Bu əsas evin resirkulyasiyasıdır. Bir dənə bura baxın. Qaqaş bura görürsüz, görürsüz oranı. Çox səliqəli yığıblar həqiqətən də. Bu kontaktorlardır. Bəli. Hətta kullerlər də qoyulub. Burada havalandırma, orada isə kuller var. Burada kuller var. Bu da termometrdir. 30 dərəcəni keçəndən sonra bu atır bayıra, buradan təmiz soyuq hava girir. Yəni indi soyuq deyəndə ki, burada olan temperaturda hava ən azından bir neçə dərəcə salacaq aşağı. Maraqlı deyil. İşığınız da var da burada. Bəli, yandırmamışsınız. Ələ qoşmayıb belə. Buradan yandırsaq, yandırma, pajarını çağıraq, sonra yandırarsınız. Hamısı burada fikirləşilir. Bu da zaman relesidir, resirkulyasiya üçündür. Bəli. Qəşəng. Baxırsan, adam ürəyi açılır. Nə qədər xərc qoyulub qazanxanaya? Sir deyil. Yox, sir deyil. Ümumi hardasa varında pul. Necəsən qaqaş? Bir də nə dayanıb burada? Land Cruiser. Burada bir dənə Dayday Land Cruiser dayanıb, 5-7. Yəni bunların hamısı da nəyə görə? Məsəl üçün biz vahid sistemdə yığa bilərdik burada. Ümumiyyətlə burada polipropilen
adını çəkməmiş bu obyektdə. Yox, heç bir polipropilendən söhbət gedə bilməz. Bütün mərtəbələr. Bir dənə oranı çəkək zəhmət olmasa. Çəkək. Bu qovşaqda nə görürsünüzsə, bu su təchizatı kollektorudur. Zərbə kompensatorlarımız yerində. Bütün evdə, məsəl üçün hər mərtəbələrdə. İtaliyadır, Çindir. Bu onu su diyor. təchizatı şeydir. Riffingdir. Hidrozərbə. Hidrozərbə amortizatorları Çindir. Limengdir. Amma Limeng də sən də istifadə edirsən və yəni yaxşı. Yox, istifadə eləməmişəm. Əlimdə tutmuşam, bilirəm nə olan şeydir. Mən istifadə eləmişəm Limengi-də, Valfexi-də yaxşıdır. Yaxşıdır deyəndə ki, orada belə bir sən deyən qəliz mexanizmi yoxdur da. Yəni yay membrandır, sistemi, yaydır və salamda. Yəni bu təchizat kollektorumuzdur. Soyuq, isti. Bu da isti döşəmənin kollektorudur. Danfoss şirkətinə məxsus. Aktuatorlarımız da yerində və deməli bunun mənim bir dənə nəyindən xoşum gəlir. Bunda bu çox dövrəli deyil, belə aç bağlar, rahatdır. Plus xarab olsa bunu çıxarıb dəyişmək olar. Yəni gövdə üstündə riffingin bu məsələsindən mənim çox xoşum gəlir. Çox rahat montaj olunur, çox rahat dəyişilir. Yəni bunun üçün xüsusi peşəkar usta olmağınıza da ehtiyac yoxdur. Normal qaydada bunu müştəri də dəyişə bilər. Bunun üçün peşəkar usta çağırın, öz eləyəcəksiniz. o da yaxşıdır. Yəni bütün bizdə mərtəbələr, evlər bu belə təchiz olunub metal plastla. Payka sistemi yoxdur. Bu yumşaltma sistemi. Olmazsa olmaz. Bu protoçnidir yoxsa toplayıcı tiplidir? Yəni bu birbaşa gedir. Yox. Buradan gəlir ambara dolur. Bəli. Ümumi şəbəkədən gələn su daxil olur bura, təmizlənir, yumşalır, doldururuq depoya. Depodan ancaq istifadə edəcəyik. Başa düşdüm. Yəni biz bunu birbaşa da verə bilərdik. Birbaşa da verə bilərsiniz. Sadəcə birbaşa verməməyimizdə məqsəd nə idi? Suyun müəyyən müddət, məsəl üçün qəzalar olur, 2 gün, 1 gün ərazilərdə su olmur da. Onda yəni müştəridə 25 tonluq su ehtiyatı olacaq. Okey. Sonra nə sual vermək istirdim? Sonra sual vermək istədim. Bax bu mənim bugünkü gündə ən sevdiyim qazandır. Yəni söhbət İmergaz brendindən getmir ümumiyyətlə. Yəni İmergaz brendindən gedir. Bu qazan var ya V2. Bəli. Mən bunu hələ kəşf eləyirəm hər gün nəsə. Bu həyatdır da. Məndə çox təəssüf ki, burada bu belə deyək, əjdaha xidmət eləyəcək. Yalnız baseyndə, deməli, esanjordan istifadə eləmişik, baseynin isidilməsi üçün istifadə olunacaq. Amma bu qazan çox geniş miqyaslı qazandır. Yəni təsəvvür edin, bu professional pro elə belə gəlməyib də bura. Bu hər cəhətdən professionaldır. Yəni bir dənə 80 kilovatlıq qoyacağıq indi. Nə bilim, yəni həqiqətən bunun funksiyonalı, yəni İmergaz Azərbaycan bəlkə görün baxmayədir bizə, amma həqiqətən də burada bütün qazanlar İmergazdır. Yəni əfsus olsun ki, buna görə biz pul almırıq. Yəni fikirləşirsiniz, amma fikirləşməyin, yox deyirsən. Amma həqiqətən də öz sözünü demiş markadır. Funksionallığı çox böyük. Biraz əvvəlki modellər çox dinozavr görsənir, çox qədimi görsənir. Amma bu V2-lər, budur, sonra bu bir konturlar. Əsas da bu. Bu həyatı, bunu bilirsən də 35 zat da var. Prosta ölkəyə gətirmirlər. Bizdə başa düşmürlər. Qazan deyən kimi adam fikirləşir ki, bir dənə Novostroyka altında bir dənə şey. Mexanizm məsələsi var da, orada 3 yollarla, məsəl üçün ötürmə sistemi və yaxud da digər məsələləri sən yığırsan, məsəl üçün 3 yollu ilə ayırırsan, bunu çevirirsən bir konturlu qazana. 1-2 dənə şeyim qalıb. Bunun qalıb bir dənə çöl temperaturu sensorunu öyrənmək, qrafik salmaq. Yəni doğrudan da bazarda böyük Alman markaları var da. Bəli. Orada hər şeyə ayrıca modul almalısan. Burada bunun bir dənə minusu nədir? Minusu. Ümid edirəm ki, İmergaz şirkəti bizi burada görəcək. Uzaqdan idarə etməsini gətirin qoyun da dükana da, qardaşımsınız. Gətirin qoyun ki, biz müştəriyə göstərək ki, bax budur. Bunun qiyməti də budur. Yəni bunu alan, onu da alacaq. Amma deyəndə ki, bunu gözləmək lazımdır. Şəxsən mən şeydir, türklər demişəm bıxıram, istəmirəm 10 nəfərdən 3-ü gözləyir də, 7 nəfər gözləmir. Gözləmirəm. 2-3 dənə alın qoyun ki, bunu uzaqda idarə etmək lazımdır. Burada əsas evdən bura girişdən bir 25 metrdir də. Qardaş, adamın imkanı var, alıb telefonda bunu qurdalamaq istəyir. Yəni bu boyda xərc niyə çəkilsin ki? Düzdür. Ya da ki, dostluq verirsən qardaş ustaya, ev yiyəsinə başa çıxır ki, burada nədir? Məsələn, qəza olanda usta oradan baxır, ən azı bilir ki, hansı alətlə gəlsin burada məsələni həll eləsin də. Ona görə də bu İmergaz uzaqdan idarə etmədə ən axırıncı yerdədir bu dəqiqə. Çində var, bunda yoxdur. Qısaca, yəni var modul. Almalısan, harda almalısan.
Bilet al get İtaliya. Bir dənə də şey qeyd edeyim. İndi baxırsınız yəqin ki, qazanxanaya təqdimat eləyirik. Fikirləşirsiniz ki, müştəri bundan necə baş açacaq? Narahat olmayın, müştəri bundan baş açmayacaq və xüsusi olaraq Müştərinin vaxtı yoxdur, öz işinə bəli, vaxtı yoxdur. Öz işindədir. Buranın servis xidməti olaraq inşallah yəni ötürəcəklər bizə. Bizim komanda burada gəlib servis xidməti göstərəcək müəyyən vaxtlarda. Belə bir qazanxananın müştərinin başa düşməsi üçün ən azından 50% santexnik olması lazımdır. Yəni bu komfortu istəyən adam bayaq dediyim kimi tələbin qarşısındakı olan təklif budur. Və bunun onu başa düşməsi də biraz qəliz məsələdir. Yəni lazım da deyil ona. Bəli. Servis gəlirik, yəni biz maşın servis sürürsən, bu göstəririk. dəqiq maşınlar hamısı nə bilmə, kompüter sistemimizdə. Sən ondan sürürsən Kimsə sadəcə. sürür, düzəldir, Hə, xarab oldu, zəng vursan evakuator gəlib apar. Bəli. Bizdə yəni servisin göstərəcək. Evakuator siz olacaqsınız. Hə, biz şeydə yeriyən evakuator. Bilmirəm, burada başqa maraqlı nə qaldı, bilmirəm. Yəni boilerin bağlantıları zadı. Hə, boiler haqqında da, bağlantılar haqqında da icazə verirsiniz danışardıq. Bir dəqiqə rakursumuzu dəyişək. Aha, getdik. Görürük biz o Vitalik bəy olar videonun əvvəlində dediyi Bostana daş. Bizim heç kimdən yenə də deyirəm işimiz yoxdur. Bir dənə burada Amma səninlə razılaşmadığım bir şey var bax burada. Mən bunun tərəfdarı deyiləm burada. bunun əslində məndə tərəfdarı deyiləm. Bax burada da orada. Yaxın məsafələrdə ümumiyyətlə istifadə eləmirəm. Burada sadəcə məsafə uzun olduğu üçün müəyyən səbəblərdən bu Mən qoyulur. nəyə görə şey deyiləm? Yəni mən qoyuram hava çıxardı, amma Mayevski radiatora qoyuram. Hə. Çünki məsələn kollektorların arxasında, almanlarda kollektorların üstündə hava çıxaran gəlmir, Mayevski gəlir. Çünki sənə bir dəfə işə salmada lazım olur. Bəli. Bu axmaq ehtimalı Axmaq ehtimalı yox. Axır. Mayevski birinci işə saldın, açdın, buraxdın, vəsə. Mən son vaxtlar ancaq Mayevski almışam uşaqlar üçün bir 2 manatdan bir 40 dənə almışam, atmışam. Mayevski kran ümumiyyətlə həm servis göstərilməyə rahatdır, dəyişməyə rahatdır, həm də ki əlbəttə ki funksionallığı gözəldir. Okey. İstifadə eləmişik nədən? İsti suda deməli biz həm görəcəyik dərəcəni, Bəli. həm görəcəyik deməli barı. Çünki səndə boilerlər üzü divara dayanıb, sən servisə görə bunu arxası bu tərəfə eləmisən ki, okeydə buradan görürsən temperaturu. Görüm sistemə nəzarət edə bilim. Bu bizdə resirkulyasiya xəttidir. Deyəcəksiniz pompasanı, pompası oradadır. Bayaq göstərmişdik, bəli. Bu bizdə deməli gediş və dönüş xəttləridir. Serpantində yenə dərəcələri görürük. Burada əlavə avadanlıqlara, əlavə detallara ehtiyac yoxdur. Lazım olan və artıq olan boilerdə biz bağlantılar görürük, deməli sosial şəbəkələrdə. Məsələsi nədir? Misal üçün, serpantinə dərəcə, yəni termometrdən artıq nələrsə quraşdırmağa ehtiyac yoxdur. Siz orada nəyə nəzarət edəcəksiniz ki, ya smart olar bağlamağa, açmağa, nəsə ağıllı klapanlar ola bilər ki, mən onu lazımsız görürəm. Buradan əlavə şeylər məncə qoymağa ehtiyac yoxdur serpantinə. Və isti suda da həmçinin. Yəni bu yığılan bizdə düzülüş dünya standartı necə tələb eləyirsə elə yığılmışıq. Dünya standartından kənara çıxmamışıq. İsti suya dövriyyə nasosu qoymamışıq. Bu isti suya dövriyyə nasosu qoyulur olur yəni. Bəli, bəli, isti suya dövriyyə nasosu qoyulur. Qardaşlar da var. Bəli, həqiqətən qoymuşam. Yəni görmüşəm onu. Əl çalıram onlar. Hə, yəni belə bir sistem yoxdur, belə bir iş yoxdur. Yəni bu ancaq kimisə bədbəxt eləmək deməkdir. Bu kombinin, üzr istəyirəm, bu boilerin istehsalçısının özünə məxsus tablosu var. Bəli. Sizə göndərir ki, mən istehsalçıyam və mən səndən bir usta olaraq bunları tələb edirəm. Bəli. Mənim boilerimi belə yığ. Əvvəllər gəlirdi, misal üçün boilerin üzərində qeyd olunurdu ki, soyuq su çıxışına, girişinə üzr istəyirəm, 6 bar, isti su çıxışına 8 bar əmniyyət vintili qoyun. Bəzi boilerlərdə gəlir. Bəzi boilerlərdə başqa tələblər gəlir. Tələb dünya standartından kənara çıxmaq olmaz. Səncə onu kimsə oxuyur? Mən sən oxuyuruq da ən azından, düzdürmü? Yəni mən bütün obyektlərimdə təlimat kağızlarını yığın, müştəriyə təhvil verin deyirəm. Bəli. Özünüz də açın, baxın. Bax yeri gəlmişkən Hansgrohe'nin tədbiri oldu. Bəli. Mən özüm üçün orada təzə bir şey öyrəndim. Halbuki o şeydən bir 20 dənəsini, 40 dənəsini quraşdırmışıq iBox. Mənim üçün də biz Təkrar konfranslara bileyin nənəsidir. Bəli, biz konfranslara dəvət eləyəndə, biz çağıranda ustalara misal üçün elə fikirləşirlər ki, bu nəsə bir şəkil çəkdirmək üçündür, nəsə bir kofe çəkdirmək üçün, PR qazanmaq üçün TikTokda mən filan kəsgillə idim. Yox qardaşlar, bu sənət maariflənmək üçündür. Yəni maariflənməlisiniz. Maariflənmədikcə geri qalacaqsınız. Geri qaldıqca da kimlərinsə, Vitalikin videosunda var, inşallah paylaşacağız. Kimlərinsə balasının boğazından kəsib sizə verdiyi deməli sərmayəni məhv eləyəsiniz və haramçılığa girib çıxasınız. Deməli boilerin soyuq su giriş xətti, şəbəkədən gələn kranı
idarə etmə ventili, su təzyiq reduktoru, əks klapan, boilerin boşalma kranı, əsas məsələ genləşdirmə çəni, deməli əmniyyət ventili və yenidən boileri bağlamaq üçün kranımız. Bu düzülüş dünya standartının tələbidir. Yəni biz bunu özümüzdən kəşf eləməmişik. Bu dediklərimizin hamısı dünya standartının tələbidir. Biz bəzi yoldaşlar var deyir 20 ildir bu sənətdəyik, 30 ildir. Sizi əmin eləyirəm ki, neçə yüz il bundan qabaq inklərin işlətdiyi gidravlika mexanizmləri sizin bugünkü gün gördüyünüz sistemlərdən qat-qat professionaldır və peşəkardır. Yəni bizə deməyin. Romalıların akvedukları. Bəli. Onlar yəni inklərin, Romalıların gördüyü o gidravlika ilə gördüyü o mexanizmlər sizin işinizdən peşəkardır. Bir şeyi başa düşün ki, deyirsiniz 20 ilin praktikası da, yəni təcrübəsi. Bu illərlə təcrübə olunub və artıq nəzəriyyəyə gəlib çatıb. Burada sizin təcrübənizə ehtiyac yoxdur. Təcrübə artıq nəzəriyyəyə keçib. Yəni nəsə burada kəşf eləməyə, nəsə əlavə eləməyə ehtiyac yoxdur. Standartları tutub getsəz, bəs eləyir. Bəli. Heç nə yenidən kəşf eləməyə lazım deyil. Hər şey artıq kəşf olunub. Onu sadəcə düzgün icra eləməyə qalır. К сожалению, yəni belə eləmir də bizdə hamısı. Nə bilim, yəni ümumiyyətlə son bir neçə ildə bu ustalığa biraz hörmət artmağa başlayıb. Sovet vaxtında var idi bu məsələ. Sonra bu itdi necəsə. Çünki harda kimi sorsan deyir ki, bunlar fırıldaqdılar. Ustalar. Fırıldaq, başımıza oyun açırlar, nə bilim, nə. Yəni axırıncı variant kimi seçirlər elə bir ki, nə bilim, mənim əlimdən, ayağımdan iş gəlmir. Mən gedirəm usta oluram. Amma elə şey yoxdur qardaşım sən. Yəni bu peşədir. Bunu da nə bilim, heç olmasa kollecini oxumamısınızsa, müəyyən nə bilim, indi sosial şəbəkələr deyəndə ki, saytlar var, nə bilim, orada maariflənmək var. Məsəl üçün Qalif Dizaynın Telegram kanalı var. Özlərinin kalkulyatorları. Yəni mühəndis bürosudur, amma hər şeyi, bütün informasiyanı açıq şəkildə edirlər. Rus dilindədir təbii ki. Onu bu dəqiqə hamı süni intellektdən istifadə edir. Orada tərcümə edib nəsə əldə etmək olar. İndi bu biz düşmüşük burada ustaların üstündə. Bu burada bir məsələ də var, mühəndis məsələsi. Yox şəklindədir də ölkədə. Niyə görə? İndi deyəcək, yəni burada heç kəsin xətrinə dəyməsin. Biz sadəcə mütaliə edirik. Yəni Azərbaycanda məsələn mən şəxsən 2-3 nəfər tanıyıram mühəndis. Yəni sən də elə də. Niyə görə? Çünki bu yetimə tələbat yoxdur da. Başlayırsan bu gedir oxuyur. Görür ki, bunun tələbat yoxdur, gedir mağazada satıcı işləyir. Bunun talantı getdi. Başlayırsan. Yəni burada da problem. Yenə də gəlir bir ucu müştəriyə gəlir çıxır. Yəni müştəri artıq pul xərcləyir. 80% hallarda çox güman ki, xəbəri yoxdur bu söhbətdən. Keçən səfər bir nəfərlə danışıram, deyir mən bilmirdim bu belə olacaq. Mən deyir görürəm bu işlərdə nəsə düz getmir. Deyir mən zavodda işləyirəm, böyük zavodda. Orada mühəndislər var. Onlar gəlirlər bizim qabağımıza tələb qoyurlar. Mən də icraçı direktordur kimsə. Biz də onlara eləyirik. Deyir görürəm ki, bu burada belə nəsə düz gəlmir bu. Usta zat bu biri belə eləyir, biri nə bilim ağlına gələni eləyir. Deyir sən mənə danışdın, mən başa düşdüm. Yəni 80% bunu bilmir ki, bu belə olmalıdır. Yəni mühəndis layihəsi olmalıdır, verilməlidir Kamala. Kamal da onu yəni necə varsa orada elə də icra eləməlidir və digər santexniklər. İkinci tərəfi də ki, bu var, buna pul xərcləyən yoxdur. Deyir ki, sən ustasan da sən bunu bilməlisən. Yox, xeyr, mən bilməməliyəm. Biz montajçıyıq. Hələ biz montajçıyıq. İndi burada məsələ var ki, o sənə rast gələcək, yoxsa bir digərəsinə rast gələcək. Orada kimə rast usta ev sahibi də usta deyil, bu işdən qəti anlayışı yoxdur. O artıq girib yaşayanda ona çatır ki, getdi. İt də getdi, ip də getdi. Onda öyle pozno olur. Pozno deyir Rita, ты полюбила вора. Layihə necədir? Mühəndis tərtib eləyir, ondan sonra iş icraçısına ötürülür. Əgər siz gəlib özünüz bir müştəri kimi orada nəzarət eləmək istəmirsinizsə, mühəndisin işi çəkmək, hesablamaq və verməkdir. O gəlib sizin evinizdə o işi apara bilməz. Onun funksiyası orada bitir. Etap ötürülür iş icraçısına. İş icraçısı isə həmin layihə əsasında işi aparır. Layihə ötürülür santexnika. Santexnik işi görür və o görülən işləri icra elətdirir və nəzarət eləyir. Ondan sonra gəlir keyfiyyət yoxlanılması var. Texnadzor Azərbaycanda yox səviyyəsindədir. Mən deyərdim ki,
Tanıyırsan Texnadzor? Tanımıram. Var, bir nəfər var. Hə. Əl-əlcəkli qardaş. Hə. Ya şeydir, bax onu demək istəyirəm ki, Texnadzor yox, ondan qabaq nəsə bir məsələ var idi. İş icraçısı məsələsi, prorablar. Yo, dizayna Dizayn. gəlmək istəyirəm. Dizayn. Deməli, bizdə dizayn eləyəndə radiatoru yetmiş şey eləyiblər də, yəni hörmətsiz bir cihaz. Bəli. Götürüb qoyub qapının ağzında, nə bilim nə. Bu birincisi mühəndis deməlidir ki, bax bu otağa 46 seksiya radiator qoymaq lazımdır. Bəli. Və dizayner də bu şərtə əməl eləyərək onu hardasa yerləşdirməlidir. Ev sahibinin bu xoşuna gəlmirsə, bunu nə bilim gedirlər rəngləyirlər dizayna uyğun, nə bilim üstünə şəkil Vertikal vururlar və seçirlər, s. Vertikal, amma watt olaraq bura bu qədər seksiya Dəyişməməli. falan markalarda radiator qoyula bilər. Bu sən istədiyin, istəmədiyin ona şeydir. İstəmirsən qardaş, nəm kondisionerlə qızdır evi. Bəli. Bizdə amma əksinə dizayner çəkir və dizayner bu texniki məsələləri bilmir. Gəlir qoyur divarçı unitazı kolonun üstünə, deyir bunu kəsib salmaq istəyir. Görürsən nə yemisən səhər-səhər? Tarmazına Texniki tərəflərin bilirlər axı. Məsəl üçün bilmirlər. deyirlər isti döşəmə yataq otağında ziyandır. yəni İsti ki, döşəmə xərçəng yaradır. Yəni dizayn ən axırıncı məsələdir. Birinci texniki düz olmalıdır layihə. Sonra ergonomik olmalıdır və ən sonda gözəl olmalıdır. Bizdə tərsinə biz nədənsə xoşlayırıq da özümüzü göstərək ki, o bir TikTokda zətdə ruslarda təzə bir trend var. Deyir evi heç kəs görmür, maşını amma hər kəs görür və göstərir ki, adam bir Hin kimi bir evdən çıxır, S-klassa minir də, başa düşürsən? Və yəni ki, bu Sovetdən sonra, bu Sovet ölkələrində bu şey var da, belə yəni Loğalığa meyillilik Yəni- bəzi yerlərdə. olduğun kimidən artıq görsənməkdə başa düşürsən. Yəni gedək bahalı aboy vuraq, amma mühəndis sistemi bərbad gündə olsun. Elektrikası, santexnikası, havalandırma var ölkədə. Yox. Tək-tük adamda tələb edir ki? havalandırma var. Bəli. İstər evin havalandırması olsun, istər kanalizasiyanın havalandırmaları da çəkilmir, bərbad vəziyyətdədir. O pis qoxular deyirsə, süzgəclərdən gəlir, traplardan. Onların hamısı havalandırmanın olmamasıdır. Biz birbaşa da, yəni sözümüz buradan dizaynerlərə daş atmaq yox. Bizim tanıdığımız mütəxəssis dizaynerlər də var, Bəli. hansı ki sırf öz işi ilə məşğuldur və biz də belə bir şey deyək də. Bugünkü gün sizin qarşınıza pis ustalar çıxır. Düzdür. Biz də bilirik, var. Amma gəlin Azərbaycanda nə qədər dizaynerin evin kvadratını doğru və düzgün şəkildə dəyərləndirilməsi, nə qədər dizayner onu bacarır. Nə qədər otaqlar görürük, 15-20 kvadrat dizayner ora doldurur yerli yersiz şeyləri, otağı bərbad gününə salır. Evi elə dizayn eləyir ki, yəni evə girirsən labirintinə oxşuyur, Fort Boyard'a oxşuyur. Elə bilirsən etap keçəcəksən. Bunlardan da danışaq da. Yəni siz bunların üzərində işləmək əslində sizin vacib olan bunların üstündə işləməkdir. Evin layihələndirilməsini, dizaynını bilməlisiniz. Amma keçmisiniz isti pola, isti döşəməyə. Hərəniz özünüzlə işinizlə məşğul olsa daha yaxşı olar. Heç nə. Buradan hamıya uğurlar diləyirəm. Ümid edirəm ki, video xoşunuza gələcək. Rəylərinizi yazın. Ən azı həftədə 2 dəfə rəylərə özüm şəxsən cavab verirəm. Amma Sən də etiqad videonun çərçivəsində. altında. Problem deyil, bloka gedəcək də maraqlı videolar izləyə bilməyəcək. Sən də qoşularsan videonun altında yazarsan. Bəli. Yəni hər bir işə doğru düzgün yanaşmaq üçün sadəcə fikirləşmək lazımdır. Buradan müştərilərə səslənirəm. Potensial müştərilərə, ev sahiblərinə kim təmir eləmək istəyirsə, yəni hamının qohumu, dostu, tanışı var. Bir misal da var. Deyir ki, Azərbaycanlılar dünyaya təmir üçün gəliblər. Hər birinizin ətrafında ən azı bir dəfə təmir etmiş adam var. Bəli. Oradan heç olmasa bir statistika əldə edin. Rəng sazı, kafel vuranı, kafel ustası, santexnika, elektriki bu şəkildə tapın. Kör-körənə gəlib mütəxəssis seçməyin. Sosial şəbəkələrdə valla, yəni özümü reklam eləmək məqsədimlə deyil. Yəni şükür Allah ki, hər birimizin işi var. Amma xərclədiyiniz vaxt və pul heyifdir. Texnologiyalar var, ChatGPT var, yanlış məlumat versə də hərdən. İnternet var, hər şeyi düzgün araşdırın. Yəni düzgün eləyin ki, sonra peşman olmayasınız. Birinci səhv ustada deyil, birinci səhv düşünürəm ki, sifarişçidədir. Bəli. Düzgün araşdırıb, düzgün məhsul alsa,
Düzgün peşəkar seçsə hər bir sahədə fərqi yoxdur. Düzgün seçim eləsəniz hər şey yaxşı olacaq. Özünüzə yaxşı baxın. Yoxdur qoy qalıb.